Tanış olun, bizim həmi bağ, həmi bostan. Neçə illərdir biz burada ağac əkmişik, xiyar əkmişik, qarğıdalı əkmişik, kartof əkilib, ondan sonra sənə deyim, arpa əkilib, yonca əkilib, o bostanın, bağın başına nələr hamısını deyəlibsə, hər bir şey əkmişik. Sadəcə tikan bitirir. Və burada da o məşhur pərpətöyün deyirlər, nə deyirlər, onu da burada tapdım və gətirdim gömlələrsə eləyim. Nəsə alınmadı, çünki bizim evdə deyirlər, onu yesən öləcəksən. Həqiqətən də yemişdim, biraz nəsə alınıb pis elədi. Heç bizlik deyilmiş o halaq-malaq. Beləliklə burada da pay gəlib. Sarımsağı deyəcəm, bir dənə bibərin çıqqılısı deyilib deyə bizim uşaqlar yeyib ya, kimsə yeyib, başım çıxmışım. Belə, tadına belə deyil də, tam da bayılmadım, amma yaxşıdır, pis deyil də. Böyle çok sarımsak, elə bilirsən, səndi, badımcan, xırda-xırda doğramsan, onun dadını verir. Amma nə ilə gedər, onu bilmirəm. Bu da belə. Göndərən sağ olsun. Nəsə, xeyirlisi gəldim, həm çörəyimi pişirdim, bir stəkan da üstünə çay içdim. İzləyənlərə çox sağ olun, bəyənib yorumda yapsanız, təşəkkürlər. İzləmədə qalın.